Və Heybulla Musalov, Eldar Quliyev dueli başlamaq üzrədir. Yenə də Əli İsmailov görüntüdədir. Bu dəfə o Eldar Quliyeva son tapşırıqlarını verir, məsləhətlərini verir. Bu isə Heybulla Musalovdur. Baku Fires komandasının nümayəndəsidir. Bu gün üçün biz bu komandanın 3-cü boksçusunun görüşünü izləyirik. Birində uduzub. Söhbət Magomed Qurbanovdan gedir. 56 kiloqram çəki dərəcəsində Gilan klubunun üzvü Kənan Hüseyn Əliyeva uduzdu Magomed Qurbanov. Və maraqlıdır ki, ancaq bugün Baku Fires komandasının idmançıları ancaq Gilan klubunun üzvləri ilə qarşılaşıblar. 3 dəfə Baku Fires Gilan dueli qeydə alındı. Birində Gilan komandası, digərində Baku Fires nümayəndəsi qalib gəlib və görək 3-cü dəfə kim güclü olacaq. İkinci dueldə Nikolay Veselov Fəqan Hüseynovu məğlub etmişdi. Bu dəfə isə Heybulla Musalov, Eldar Quliyev dueli. Heybulla fəal başlayıb görüşə. Və Eldar Quliyev yıxılır. Heybulla çox yaxşı başlayıb görüşə. Kiberin yenə də hücumdadır Heybulla. Rəqibini küncə sıxışdırır. İtələmək olmaz. Hakim bunu irad kimi bildirdi Heybullaya. Yenidən davam işarəsi. Eldar Quliyev küncdə qalmamağa çalışır. Fikir verin. Sağa sola hərəkətlə bu çətin vəziyyətdən çıxmağa can atır. Heybulla isə diqqətlə rəqibin üzərinə gedir. Artıq o ilk 10-15 saniyədəki fəallıqdan heç nə qalmayıb. Yenidən fəallaşır Heybulla Musalov. Ardıcıl zərbələr. Eldar Quliyev çətin vəziyyətdədir. Çox maraqlı döyüş tərzi var Heybulla Musalovun. Kiberin aşağı əyilərək hücuma atılır Musalov. Eldar Quliyev də sakit dayanmaq fikrində deyil. Hətta Heybulla Musalov da gülür, gülümsəyir bu vəziyyətə. Güzel hərəkətlər boks yarışlarında tez-tez qeydə alınır. Rəqibə psixoloji cəhətdən təsir etmək baxımından atılan addımlardır bunlar. Rəqibi özündən çıxarmaq istəyi çox vaxt bəhrəsini verir. İlk hissənin maraqlanları. Burada yaxşı vəziyyətdən çıxdı Eldar Quliyev, amma müvazinətini itirərək yıxılır. Təbii ki, zərbdən yıxılmadı o. Mən isə bir daha fürsətdən istifadə edib günün qeydə alınan nəticələri haqqında sizə məlumat verim. İlk döyüşdə 56 kiloqram çəki dərəcəsində Rəhim Nəcəfov Natiq Kazımovu məğlub etdi.
Daha sonra Tural Əhmədov Ceyhun İbrahimidən güclü oldu. Kənan Hüseynəliyev Baku Fars komandasının nümayəndəsi Maqamet Qurbanovdan güclü oldu. Bu çəki dərəcəsində növbəti döyüş Fərid Ağamoğlanovla Qoşqar Səfərlər arasında baş tutdu və Fərid qalib oldu. Yeganə baş tutmayan görüş hələlik Heybatullah Hacəliyev Cavadxan Sultanlı arasındadır. Cavadxan Sultanlı xəstə olduğu üçün ringə çıxmadı və təcrübəli Heybatullah Hacəliyev qalib elan olundu. 64 kiloqram çəki dərəcəsində idi bu görüş. Namiq Abbasov İskəndər Məmmədovu, İman Əhmədli Zakir Malikovu, həmçinin Lorenzo Sotomayor Vali Ramazanovu məğlub etdi 64 kiloqramda. Nikolay Veselov Fəqan Hüseynovdan güclü oldu. Emil Əhmədov Elvin Məmmədovu məğlub etdi və hələlik yeganə vaxtından əvvəl yekunlaşan görüş Kamran Şahsuvarlı Ruhin Şabanov arasında reallaşıb ki, Kamran Şahsuvarlı nokaut rəqibini məğlub etdi. 75 kiloqram çəki dərəcəsində. Bu isə hələlik isə təqdim edəcəyimiz sonuncu görüşdür. Gilan klubunun nümayəndəsi Eldar Quliyev, Baku Fars komandasının üzvü Heybullah Musalov dueli ikinci raundun son 1 dəqiqə 40 saniyəsi. Heybullah Musalov yenə də üstündür. Hücuma keçməyi baxımından Eldar Quliyev isə əks hücum taktikasına meyillidir. Maraqlı vəziyyət. Heybullah Musalov gülümsəyərək rəqibə təsir etmək istəyir. Çaşdırıcı, aldadıcı hərəkətlərlə. Yəqin ki, sizin də diqqətinizdən yayınmadı onun bu hərəkətləri. Xəbərdarlıq Eldar Quliyevə. Yenidən davam işarəsi. Son 40 saniyə ikinci raundda. Musalov həqiqətən də maraqlı döyüşçüdür. Daha bir qüvvətli zərbə Heybullah Musalovdan. Və Eldar Quliyev fəallaşdı. Onun zərbələri bloka dəydi. Heybullah'ın özündən çıxardı bu zərbələr. Bəlkə də Eldar Quliyev bilərəkdən bu cür taktikaya əl atıb rəqibi yormaq baxımından gücünün böyük hissəsini bəlkə də 3-cü raunda saxlayıb Eldar Quliyev. Hər halda baxaq görək 3-cü hissədə nələr baş verəcək. Bu isə 2-ci raundun yadda qalan anları. Heç bir zərbə alınmadı burada. Burada Eldar Quliyevin sol əllə zərbəsi xal gətirdi. Beləliklə sonuncu raund başladı. Yenə Heybullah Musalov hücumda olan tərəfdir. Eldar yenə də əks hücum taktikasına üstünlüyü verir. Eldar'ın bu zərbəsi qeydə alındı.
Daha bir zərbə Eldardan. 3-cü raundda dəqiq zərbələri daha çoxdur Eldar Quliyevin. Və Musalov fəallaşır. Təşəbbüsə yelənib. Bəli, bu hardasa gözlənilən idi. Eldar Quliyev gücünün çoxunu məhz 3-cü raunda saxlamışdı. Bunu da elə ikinci hissənin sonlarında mən qeyd etdim. Heybullah Musalovu üzərinə çəkərək onu yormağa çalışdı. İlk 2 raundda və Eldar Quliyevdən ardıcıl 2 zərbə. Eldar Quliyev 3-cü raundda daha fəaldır Heybullaya baxanda. Heybullah ilə müqayisədə. Yenə qüvvətli zərbə. Heybullah Musalov özündən çıxır, əsəbləşir. Eldar Quliyev rəqibi özündən çıxarır yavaş-yavaş. Son 1 dəqiqə. Yenidən davam işarəsi. Döyüşməyə tələb edir hakim və danışmamağı tələb edir eyni zamanda. Üçüncü isə daha gərgin keçdi. Son 20 saniyə, baxaq görək nə ilə nəticələnəcək. Sonda kim qalib olacaq? Güləşvəndi Heybullahdan. Və beləliklə bu görüşdə yekunlaşır. Həqiqətən də maraqlı deyil idi. Görək kim qalib elan olacaq. Bu sizə hələlik təqdim edəcəyimiz günün sonuncu qarşılaşması idi. Qalib elan olunsun. Reportajımızı yekunlaşdıracağıq hörmətli tamaşaçılar. Təxminən 2 saatlıq fasilədən sonra yenidən Sərəç İdman Olimpiya Mərkəzinə bağlanacağıq və günün daha 11 qarşılaşması olacaq. Bu cütün qalibi isə çox güman ki Heybullah Musalov olacaq. Baxaq. İlk 2 raunddakı fəallığı yəqin ki ona qələbə qazandıracaq. Yalnız Eldar Quliyev 3-cü hissədə təşəbbüsə yelənmişdi. Hallar hesablanır. Bəli. Heybullah Musalov qalib elan olunur. Hörmətli tamaşaçılar, hələlik Sərəç İdman Olimpiya Mərkəzindən reportajımızı yekunlaşdırırıq. Bu müddət ərzində sizinlə həmsöhbət mən İsmail Abdullayev idim. Yayımın rejissoru isə Elçin Mehbalıyev idi. Sağ olun, salamat qalın.